Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Qarabağ Avto İmport izləyiciləri, gördüyünüz kimi hal-hazırda bizim növbəti partiyamız yüklənərək Azərbaycana doğru yola düşür. Əziz dəyərli müştərilər, Çin-Qazaxıstan sərhəddində sıxlıqlar mövcuddur. Biz bu sıxlıqlar üçün əlimizdən gələnin artığınca bütün prosesləri həyata keçirməyə çalışırıq. Nəzərinizə çatdıraq ki, bu sıxlıqlar, bu problemlər olmağına baxmayaraq, Qarabağ Avto İmport olaraq biz həm Azərbaycanda, həm Çində öz fəaliyyətimizi, həm də Qazaxıstanda çox ideal şəkildə aparırıq. Şükür Allahın böyüklüyünə, narazı müştərilərimiz yoxdur. Müştərilərimiz bizə inanır, bizə inanmalıdır da. Çünki biz burada həqiqətən də bax gördüyünüz kimi yükləmələri həyata keçiririk. Avtomobillər birbaşa gəldiyi an bir gün belə saxlamırıq. Gəldiyi an yüklüyüb yola salırıq Azərbaycana. Yəni mən 10 minlərlə dollar mən burada bu işdə, bu sistemdə ziyan etmişəm, zərər etmişəm. Amma mənim üçün müştərimin keyfiyyəti nəyə desəz dəyər, hər şeydən önəmlidir. Müştərinin etibarı mənim üçün hər şeydən dəyərlidir. Nəzərinizə çatdıraq ki, artıq mən bir aydır buradayam, Qazaxıstan Çin sərhəddindəyəm. Ümumi prosedurlara nəzarət eləyirəm. İndi buradan üzümü tutub demək istəyirəm ki, insanları vəlvəliyə salmayın. Biz burada fəaliyyətlə məşğuluq. Force major hər yerdə force majordur. Sərhəd hər yerdə bağlana bilər. Sərhəd hər yerdə yubana bilər və sair və ilaxır məsələlər. Yəni günə 400-500 avtomobil buraxılırdı. İndi günə 100, 150, 50, 60, 70 buraxılır. Bu force major aldı. Ondan sonraki prosedurları artıq o force majordan çıxanda avtomobil, o bizim gözləmədiyimiz, heç bir müştərinin gözləmədiyi dövrdən çıxanda avtomobil, artıq biz sürətli şəkildə daşınma həyata keçirdirik. Bildirmək istəyirəm ki, biri çıxır bu vəziyyətdən sui-istifadə edən, hansı ki o 1000, 1500, 2000 manata gedib salon çəkən blogerlər, təzə salonlarını çəkən blogerlər, hamısına şamil eləmirəm sözümü. Durub elə ağıllı, hamı elə danışır. Vallahi ağıllı danışanların mən heç birini burada görməmişəm. Heç birini burada görməmişəm. Yəni yerimiz bəlli, yurdumuz bəlli. İstənilən müştəri, istənilən şəxs gəlib burada bizim fəaliyyətimizlə tanış ola bilər və yaxud da ki, yaxınlaşıb ofisimizə bizim fəaliyyətimizlə tanış ola bilər. Bundan əlavə bildirmək istəyirəm ki, sizlərə, əziz yoldaşlar, bu vəziyyət yaranıb, radiolar, nə bilim, insanlar, kanallar, nə bilim, hər YouTube'da bir dənə kanal açıb, Instagramda, sosial şəbəkələrdə və s. və ilaxır. Deyir ki, məsələn 566 xidməti bu avtomobilləri Çindən daşıyır. Radioda adamın dediyinə bax. Bax, siz bunlarla daşımamısınız? Bəs ona görə belədir də, belə vəziyyət yaranır. Vallahi belə pis çıxmasın, mən bax, daşıyıram da, bunlar hamısı məni tanıyır. Daşıyıram da, belə pis çıxmasın. Yazıram, mən həmin dediyiniz xidmətin yük daşımasına yazıram, özünüz də yaza bilərsiniz. Əməkdaşlarımız sizə geri dönüş eləyəcək. Neçə günə? 4 günə. 4 gündən sonra belə eləyirik. Xidmətimizdə hal-hazırda avtomobil yoxdur. Avtovoz yoxdur. Sən bu nətər fəaliyyətdir? Bu yerində deyilməlidir. Operativlikdən söhbət gedirsə, fəaliyyətdən söhbət gedirsə, biz burada operativliyi göz qabağına qoyuruq. Sərhəddə yaranan hər hansısa bir problem, qardaş, heç kim sığortalanmır. Nə sən, nə mən, heç kim sığortalanmır ki, sərhəddə hər hansısa bir məsələ baş verə bilər. Amma ondan savayı digər məsələlərdə isə biz öz operativliyimizi hər daim göstəririk. Hər daim göstəririk. Həm ofisimizdə olsun, müştərilərlə kontaktımızda olsun, yüklənmələrimizdə olsun, təhvil verilmələrimizdə olsun. Biz yüklənmələri və təhvil verilmələri bir gün belə olsun, boynumuza düşən məsuliyyəti bir gün belə olsun ləngitməmişik. Bunda heç bir müştəri, buradan açıq aydın səslənirəm, komentariyalarda bağlamıram. Yəni açıq saxlayıram, kim nə fikrini bildirirsə yazsın. Mənim heç bir müştərim deyə bilməz ki, Qarabağ Avto İmport, Qarabağ Logistik Qrup mənim maşınımı qəsdən yubadıb, mənim maşınım 6 aya gəlib, mənim maşınım 5 aya gəlib, mənim maşınım 1 il gəldi, 8 aya gəldi, 4 aya gəldi. Onu heç kim deyə bilməz. Bizim köhnə videolardan da görə bilərsiniz ki, bizim avtomobillərimizi biz meyvəli terminalına 25-35 gün aralığında, 15-35 gün aralığında, 25-45 gün aralığında təhvil verdiyimiz dövrlər var idi ki, hansı ki bu ən son bir ay yarım öncəsinə təsadüf edir. Yəni biz bunları təhvil vermiş və bunları nəzərdən, praktikadan keçirmiş bir şirkəti. Kiminsə avtomobilini daşıdığını görüb, qiymət
və yaxud da ki, vaxt deməmişik heç kimə. Biz özümüz öz praktikalarımızdan vaxt demişdik. İndi isə Çin-Qazaxıstan sərhədində müəyyən sıxlıqlar və müəyyən problemlər var. Yenə deyirəm, bundan heç kim sığortalanmayıb. Azərbaycanda oturub su istifadə eləməyin. Abi kişi, bu bir arada millət olaraq, yəni Azərbaycanlıyıq, həmrəy olmağa üstünlük verin. Belə vəziyyətlərdə, belə situasiyalarda nə qazanmaq istəyirsiniz? Yəni nədir fikriniz? Qardaş, yəni sən olarmı ki, gedib reklamını çəkəsən də, yəni 1500-2000 manat, 3000 manat, 5000 manatını alıb gedib salon reklam eləyəsən, yəni dipal reklam eləyəsən, çanqan reklam eləyəsən. Yəni bu olmazmı ki, sən hərən öz zərinin zərgəridir də, belə deyim, ya öz işinin zərgəridir də. Dur qıraqda işimizi görək də, qardaş. Sən ömrü boyu Çini keçib 2 dənə tikinti sektoru reklam eləyirsən, məsələn, və yaxud da ki, 2 dənə yerdə selfie çəkirsən, sən gəl o Çinin qaranlıq nöqtələrinə, Qazaxıstanın qaranlıq nöqtələrinə də. Ora bizdən heç kim gələ bilmir axı. Məsələ orasındadır. Yəni qısa konkret, Qarabağ Avto İmportun müştəriləri konkret olaraq sifariş verdikləri şirkətlərinə konkret olaraq güvənməkdədirlər və güvənəcəklər, güvənirlər də. Mən də buradan bildirirəm ki, güvənsinlər. Biz force major ordadır. Oradan avtomobillərini çıxdığı an biz yüklüyürük, tərəddüdsüz yola salırıq. Mənim üçün müştərinin keyfiyyəti, mənim üçün müştərinin dəyəri mənim vəsaitimdən daha önəmlidir, mənim qazancımdan daha önəmlidir. Qardaş, mən 10 minlərlə dollar, 100 min dollara yaxın zərər eləmişəm. İndən sonra da biraz zərər eləyərəm, amma mənim müştərimin keyfiyyətini, mənim işimin əhəmiyyətini heç kim əzə bilməz, heç kim azalda bilməz, heç kim burada mənə durub şey eləyə bilməz ki, ayda şirkətlər belədir, şirkətlər elədir. Qardaş, hərə öz işinlə məşğul olsun, xahiş edirik. Hərə öz işinlə məşğul olsa, hər şey çox gözəl olar. Hər şey çox ideal olar, hər şey çox istədiyiniz kimi olar. Mən bir aydır buradayam, öz istəyərimi soyuq eləyib bura gəlməmişəm ki, orada dağlar oğlu fikir bildirsin. Məsələn deyirəm də sizə ki, ay belə olacaq, ay elə olacaq. Hərə öz işini görsün. Belə pis çıxmasın, zapsaz satan da bu söhbət eləyir, bərbər də bu söhbət eləyir, həkim də bu söhbət eləyir. Hərə öz söhbətini eləsin. Sifariş vermək istəyirsənsə, yaxından şopsa qardaş, sifarişini ver. Force major da inşallah ki düzələr. Ya bu bizim əlimizdə həqiqətən olmayan bir şeydir, amma force majordan çıxan andan etibarən nə məsələlər baş verirsə, hər birini biz anında həyata keçirdirik. Sadəcə Çin-Qazaxıstan sərhədində olan nüansları həqiqətən force majordur və biz heç nə edə bilmirik. Baxın, burada görürsünüz nə qədər maşın var. Buradan hara gedir? Tacikistana gedir, buradan Bişkekə gedir, buradan Türkmenistana gedir, Özbəkistana gedir, Gürcüstana gedir, Avropaya gedir. Dax, Litva avtovozdur, Avropaya gedir. Nə bilim, Gürcü avtovozudur, Ukraynadır, odur, budur. Yəni bunlar hərəsi bir ölkəyə gedir, biraz da Azərbaycana gedir. Biz də əlimizdən nə gəlir, qardaş? Yüklüyürük, göndəririk, çatdırırıq.